Hüseyin bir milletin Hüseyini değil. Hüseyin harda haksever var, adaletsever var. Hakseverlerin, adaletseverlerin Hüseyinidir. Günə mahi əza gəlir, yanan ürəkdən nəva gəlir. Günə mahi əza gəlir, yanan ürəkdən nəva gəlir. Yeləsən də ürəklərə səfayı Kərbəla gəlir. Əgər şəhidlər şəhidliklə fəxr edirlərsə, amma şəhidliyin özü Hüseynlə fəxr edir. Yine əsdi qara ələmlər, qurulubdi məclisi qəmlər. Yine əsdi qara ələmlər, qurulubdi məclisi qəmlər. Ucalıb banqiva Hüseyn, qara geysəsə ya Hüseyn. Ucalıb banqiva Hüseyn, qara geysəsə ya Hüseyn. İnsanlar şəhidlərə borcludur və bugün biz də şəhidlərimizə borcluyuq. Qarabağ şəhidlərinə borcluyuq. 20 yanvar şəhidlərinə borcluyuq. Qarabağda olan şəhidlər canlarından keçdilər və bugün biz asayişdə yaşayırıq. Hədisi tufanı Kərbəla olacaq qiblə-i Xəlil, minayı qurbanı Kərbəla. Budur elanı Kərbəla. Yine əsdi qara ələmlər, qurulubdi məclisi qəmlər. Şəhid öz ambisiyasını, öz şəxsi maraqlarının hamısını qoyur kənara. Allah üçün addım atır və şəhidin qanı torpağı paklayır və pak torpaq, pak insanlar yetiştirir və pak insanların hamısı o şəhidə borcludur. Hüseyin, qara geysəslə ya Hüseyin. Hüseyin bütün peyğəmbərlərin müsibətlərinin və fəzilətlərinin varisidir. Peyğəmbərlərin başına gələn müsibətləri Hüseyin əleyhissalamda görə bilərsiniz. Hüseyin bir güzgüdür. Bütün peyğəmbərləri göstərir sizə. Həm fəzilətlərin göstərir, həm müsibətlərin göstərir. Alasan dərdü və dəva, mutabbo şah-ı vilaya gəl. Alasan dərdü və dəva, mutabbo şah-ı vilaya gəl. Hərəm-i Kərbəlaya gəl, hərəm-i Kərbəlaya gəl. Hüseynin bacısı xanım Zeynəb əsir olmaqla əsirliyin özün əsir elədi. Əsirlik o güneycən Zeynəb kimi əsir görməmişdi. Hər gün, hər gün, hər gün aşuradır. Hər yer, hər yer, hər yer Kərbeladır. Hər gün, hər gün, hər gün aşuradır. Hər yer, hər yer, hər yer Kərbeladır. Düşən qola bu şiələrdən səlam ola. Hüseyin tövbə eləyənə məhəbbəti var. Bura yığışan qardaşlarım, bacılarım, analar, hamımıza üzümü tuturam. Namaz qılanlar, namaz qılmayanlar, dəyərlisiniz. Çünki gələ bilmişsiniz bugün bura. Sizi Allah gətirdi bura. Hüseyin əleyhissalamın sizdən bir isteği var ki, tövbə eləyək, günahlardan tövbə eləyək. Namaz qılmayan burada tövbə eləsin. Hicaba riayət eləməyən dəyərli anam, bacım, indi tövbə eləsin. İndi üzün tutsun Allaha. Yine əsdi qara ələmlər, qurulubdi məclisi qəmlər. Yine əsdi qara ələmlər, qurulubdi məclisi qəmlər. Ucanıb banqiva
Əgər bir neçə ad yazılsaydı dünyanın şərəf lövhəsinə, o adlardan biri Hüseynin adıdır. Qara giysəslə ya Hüseyin